Gedək flex growth nədir? Baxaq. Flex growth uşaqlar default dəyəri 0 olmaqla bir yerdə bizim elementlərimizin nisbətidir. Diqqət eləmək lazım olan şey burada Əsmər Fidan Əsmər yox, Fidan Nəzrin deməli, burada diqqət eləməli olduğumuz şey bu özəlliklərin indiyənə kimi justify, align items'ı, align content'i kimə verirdik? Flex'i verdiyimiz valideynə. Bu özəllikləri isə uşağa veririk. Yəni, childlarına. Flex'in birbaşa, direct childlarına. Necə yəni? Yəni, flex grow özəlliyi uşaqlar adından da göründüyü kimi böyümə özəlliyidir. Burada 3 verilib. 3 verildiyi üçün sirkin yazılır. Gəlin özümüz yazaq. Normalde bu kadar yavaş değil bu ama. Gece. Okey. Valideynimiz var. Misal üçün kart box və içində kartımız var. Bir hardasa 3 dənə olsun. Bu kart box'ın gedək özəlliklərini yazaq. Display flex olsun, width olsun 400 piksel, height'ı olsun 200 piksel. Yaxşı. Bu kartbox'un içindəkilərə də başqa bir şey demirəm. Lakin kartlara deyəcəm ki, bəs iCard sən ol nə ol? Width'in olsun 50 piksel, height'ın olsun 50 piksel. Background color'un olsun blue. Hətta bunların hamısına ayrıca rənglər verərik. Orada bir piksel koyulacaq. Burada həmçinin. Okey. Bunların hər birini ayırmaq lazımdır. Ona görə kart. Okey. İndi gəlib kart 1 deyərəm. Okey. Və bunlara rəng verirəm. Red. Və green. Okey. Gedə görə nə göstərir? Divim var, hansı ki 3 dənə rəngdədir və bu formadadır. Yaxşı. Mən indi burada gördüyümüz kimi boşluq var da, düzdür? Yəni 50 piksellik yer tutublar. Mən gəlib kart 1-ə deyirəm flex growth. Hətta görək deyə buradan yox, birbaşa inspektdən verirəm. Məndən də məsləhət bundan sonra çalışın belə işləyin ki, yəni lazım oldu. Burada biləsiniz ki, kodumuz işləyir ya yox. Flex growth 1. Flex growth 1 vasitəsilə flex growth nə demək uşaqlar? Flex growth deyir ki, normalda 0-dır bütün hər bir flex item'ın, yəni flex'in uşağının dəyəri. Bir deyən kimi deyir ki, nə qədər yer var, get, tut 1 nisbətində. Okeydimi? Bu özəlliklə misal üçün üzərinə gələndə flex growth 1 eləyib, animasiya falan vermək üçün çox istifadə olunur. Yaxşı. Bəs digərlərinin flex dəyəri olsa, daha doğrusu flex growth dəyəri olsa, digərinə də deyək flex growth 2. Və buna da deyək flex
growth bu. 2. Bunlar artıq ölçülərini vecinə almır. 2, 2 və 1 nisbətində bölünür. Eni nə qədərdirsə. Okeydirmi? Sual varmı? Flex growth boş yer varsa böyük, hamısına flex dəyəri varsa, işte kimyada nisbət var idi, amma eynisi oradakı kimi 1, 2, 2 nisbətində ümumi n nə qədərdirsə 5-ə bölünür. 1 nisbət buna verir, 2 nisbət digərinə, 2 nisbət digərinə. Yəni, mənim kartboxum 400 piksel n-ə sahibdirsə, 5-ə böləndə eləyir 80, 80 burada, 160, 160 burada. Bu formada edir. Sual var mı? Okey, gəlin indi başqa keçən bir şey eləyək. Deyək ki, kart 1-in üzərinə gələndə okey. Bu, misal üçün, əsasən şey kartlar olur, üzərinə gələndə bölsün, görünsün. Məsələn, o tip animasiyalarda istifadə olunur. Sadəcə birinə yox, hamısına verilir. Yəni, necə? Mən rəngi niyə vermişəm ki, zaten özü var da, düzdür, mənasız idi. Bildiniz niyə sildim? Çünki kod təkrar edirəm də, zaten var. Yenidən yazmağımın bir mənası yoxdur dolayısıyla. Kard 2, kard 3. Mən qara göy bir şey eləmişəm, amma misal üçün sizin məhsulunuz olardı hansısa, yəni n-lə nərdir, tam şəkildə içi görünərdi. Okeydirmi? Yəni bu formada istifadə edə bilərik və ya misal üçün hansısa bir divimiz istəyirik, nə qədər boş yer varsa tutsun, orada da istifadə edə bilərik. Okey. Gedək digər ikinci özəlliyimizə baxaq. Flex, 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 shrink. Hətta siz oxumusunuz, siz deyə bilərsiniz mənə bu nə işə baxır. Nətər oxumusunuz ha? Bir nəfər. Jivoy da yoxdur ki, tez baza search eləsin. Okey. İnşallah shrink grow'un eynisidir. Tək fərqi grow böyümə dəyəridir, shrink kiçilmə dəyəridir. Kiçilmə dəyərinin defaultu 1-dir. Biz shrink'i 0 eləsək, yəni misal üçün buna baxın. 400 piksel deyək. Kiçildirik, 400 piksel sabitdir deyə şeyi qoruyur. Width verməyək buna. Baxın, görürsünüz. Özünü sıxır da, düzdür? Okey, biraz çətindirsə görmək, gözlətdim. Gəlin bunları biraz artıraq. Mən bunları sıxan kimi, baxın, yapışırlar. Yaxşı, niyə yapışırlar? Niyə daşmırlar? Səbəbi bu shrinkdir. Biz verməsək də default shrink bir dəyəri var. Biz gedib bunlara desək ki, bəs yeri yoxdur deyə şey də işləmir, grow da işləmir. Çünki yəni, böyüyə biləcəyi yer yoxdur da. Deməli, grow nə vaxt işləyər? Böyüyə biləcəyi yer varsa. Eynən, boşluq varsa. Okey. Gəlirəm indi mən kart 1-ə deyirəm ki, sənin flex, shrink dəyərin, yəni, nə qədər kəmərini sıxa bilərsən, nə qədər şey ola bilərsən, sıxıla bilərsən. Shrink dəyərin 0-dır. Diqqət edirsinizsə, bu 50 piksel dəyərini qoruyur. Elə bir ki, avtobusda, metroda oturmuşuq, cəmaət yer olsun deyə oturub, bir nəfər belə oturur. Eynisi baş shrink. Normal adam 1-lə
Yəni hamıya eyni dərəcədə sıxılar. Shrinkin amma vecinə deyil. 0 verilibsə, bu özünün ölçüsünü qoruyacaq. Mənə belə rahatdır, belə də oturacam. 50 piksel deyiblər mənə, 50 piksellikdə oturacam. Shrink dəyərini çox versək amma, 2 misal üçün. Baxın. Digərlərindən 2 dəfə daha çox sıxılacaq. Yəni, bunu şey kimi düşünə bilərsiniz. Hamı oturub normal yeyir yeməyi. Bir nəfər utancaqdır, digərlərindən 2 dəfə daha az yeyir. Shrink dəyəri budur. Okeymi? Growth. Böyümə qabiliyyəti, shrink, sıxılma qabiliyyəti. Böyümə qabiliyyəti normalda 0-dır, sıxılma qabiliyyəti normalda 1-dir. Buna görə, misal üçün, daşmaq yerinə sıxılır flex. Amma 0 versək default bütün itemlarına daşar. Necə ki, normal divlər, yəni ölçüsü sabitdirsə, daşırdı. Bu da eyni. Sual var mı? Okey. Və basis dəyəri uşaqlar. Basis dəyəri olsun 40 piksel. Basisdə yaxşı nümunə olmadı bu. Basisin qəşəng nümunəsi var idi. Okey. Flex dəyəri, basis dəyəri uşaqlar bunun ola biləcəyi minimum ölçüsünü verir. Ki, yəni nə qədər şey ola bilərsən? Balacalaşa bilərsən. Bu formada işləyir və indi sizə orderlərə qəşəng biri var idi, biri də orderi Z indeksdən birə-bir eyni düşünə bilərsiniz. Orderdə uşaqların ən çox qarışdırdığı elə bilirlər ki, siz hansınasa 1 vermişsinizsə, 2 vermişsinizsə, digərinə də və ya mənfi 2 vermişsinizsə, bu bizim fikirləşdiyimiz sıra ilə düzülməlidir. Yox. Bu hər birinə öz sırasını verməliyik ki, harada duracağı bilinsin. Yəni necə? Yəni eyni ilə Z indeksdə olduğu kimi. Burada misal üçün baxın, bizə bu formada verib. Ən kiçiyi pinkdir deyə buna fikir verməyin. Amma zaten burada nə olduğunu demək üçün Safari browseri ki bunu dəstəkləmir. Şey kimi düşünün, elə ki mən Chrome-am, yoldaşımız Mozilla-dır, yoldaşımız Opera-dır, Rüfət də Safari-dir. Biz hamımız paddingi başa düşürük. Rüfət dirəşib ki, mənə padding vermək istəyirsənsə, qabağına Rüfət-padding yaz. Mən compilerım belə başa düşür. Eyni. Yəni budur, başqa heç nə. Onu da heç vaxt yazmırıq. Hazır compilerlarımız var. Normal yazırıq, ürəyimiz istəyən kimi. O bizim üçün çevirir bütün brauzerlərə. Yəni qabağına bunu atır eləyir. Necə ki, minify eləyirik sonda kodumuzu production'a çıxardanda, bu da eyni. Okey, qarışdırmayasın deyə bunu silirəm. Zaten eyni cür işləyəcək. Deməli, pinkdə 1 ən kiçikdir deyə sıranın ən qabağına düşür. Red 1 sonra gəlir 2, green 3 gəlir bundan qabaq və 4. Yaxşı, mən necə eləyirəm ki, bu mavi bura düşsün? 2 verərəm onun orderini. Yaxşı, 2 verirəm. Red bura düşdü, pink gəldi, bundan bir sonraya düşdü. Özümüzü heç yormayaq uşaqlar. Mavinin qabağa gəlməyini istəyiriksə. 1 yazarıq. Okey. Gəldim bura. Və deyək ki, yaşılın ən arxaya düşməyini istəyirik. 4. Ən axıra. 4 versəz ən qabağa düşər, çünki 4-dən böyük rəqəm yoxdur. Ən arxayası -1. Ay sağ, -1 və ya 0 verə bilərik. Bu formada uşaqlar. İndi gedək bəzi background özelliklərinə baxaq. Burada oxuduğunuza görə sizdən kömək istəyəcəm. Bunlar nədir uşaqlar? Background color nədir? Rəngi, bunu keçirəm. Background image nədir? Okey, əla. Background repeat nədir? Okey, əla da bu niyə olur? Mən deyim. Məsələn, bizim ekranımız 1024
1024 pikseldir. Şəklimiz ana 200 pikseldir. 1024-ün içində 205 dəfə yerləşə bilər. Okay. O repeat No repeat eləyəndə no repeat eləsək Okay, okay. 200 bir dəfə çıxacaq. Okay. Bir uzun sözün kəsməyin. Uşaqlar, qısa kompakt cavab verməyə çalışın. Qısa konkret. Boş yeri doldurmaq üçün bir cümlə. Repeat nə üçün? Neyniyir? Özünü təkrarlayır. Niyə? Çünki boş yer qalır onu doldurmaq üçün. Qısa konkret. Yada saxlayın. Uzun cavablar verəndə uzun cavablar sual şansını artırır. Yəni atıram. Səni ilişdirməyə yerlərim var mənim. İntervyuda falan durub 1 saat izah eləsəz, okeydir. Yəni sualı bilmirsən, fırlada bilərsən ki, bildiyin yeri gətirib çıxardasan. Amma belə bilirsənsə, qısa konkret ver ki, yəni lazımdır bir dənə də sual verərsən. Bu sənin problemindir. Mən cavabımı vermişəm və düzdür. Okay, yəni sadə. Boş yer var bunun üçün. Okay. Background attachment nədir? Əl. Nə bil? Uzanmısan qəşəng. Heç belə rahat da ki, mənlə də görünmürəm. O boyda boyundan da görünməməyə ümid edirsən. Xeyr, mən səni Allah yox. Attachment nədir? Bayaq araşdırmağa vermişdim. Parlaqsı falan. Bu diyorlar da böyle. Ya olduğu yeri saxlamaq üçün şəkil. Elmin çalışır görək, bax gör. De görüm. Tutaq ki, məsələn, arxa plandan şəkil var, scroll edəcək, o şəkil qalır oldu yerində. Yəni olduğu yeri saxlamaq üçün. Okay, düzdür. Yaxşı, background position nədir uşaqlar? De. Position backgroundda verilən bir şeyin harda yerləşdiyini, yəni right, left, center, hardasa. Nə vaxt işləyər, nə vaxt işləməz? Nə vaxt işləyir, nə vaxt işləməz. Nə vaxt işləyər, nə vaxt işləməz? Attachment-lə bir yerdə işləyir. Əlaqəsi yox. Üstəyinə dibin istəyir olmalı da mən vermək üçün yoxsa. Şəkil ölçüdən böyük olmalıdır. Yəni normalda biz zaten yəni position yoxdur yəni. Aha. Baxın uşaqlar, əgər şəkil ki yerləşə bilmir, onda bunu veririk. Başqa bir örnək, misal üçün dünən kartlar yazmışdım. Deyəsən orada işlətmişdim bunu. Yoxsa object fit işlətmişdim orada. Okay. O zaman bu şəkilə deyirik ki, sən filan yerdə dur. Buna sadəcə center deyil, faiz də verə bilərik. Bilməliydik. Okay. Center 50% deyə elə göstərdim. Bu formada. Okay demək? Bundan da animasiyalarda istifadə oluna bilir ki, biraz işte kadraj dəyişir falan tipli bir şey etmək olsun. Okay, keçirik digər özəlliyinə. Bağladım ha. Yaxşı. Background neyinir? İşte zaten cavabı qabağındadır. Background neyinir? Eynən, yəni qısa yazılışıdır ki, hamısını bir sətrə yaza bilək. Başqa heç nə. Hə. Uşaqlar, background size nədirsə burada yoxdur. Background size bir dənə göstərim. Necə background size kimi önəmli bir şey yoxdur. Okay. Uşaqlar, background size neyinir? Background size şəklimiz əgər çox böyükdürsə və ya çox kiçikdirsə, bunun necə davranması gərəkdiyini deyir. Onu buradan yox, bunun ən sonunda mən vaxtında örnəklər olurdu. Okay, auto deyib defaultdur, verməsək də içinə autodur. Contain deyəndə olduğu yeri tutub, cover deyəndə balacadır da düzdür şeyindən. Nə qədər yer var, gedib onu tutmağa çalışır. Yaxşı, mən necə deyirəm ki, bunun təpəsi yox, ortası görsənsin?
Background nə? Position. Positiondan deyirəm ki, center artıq bunun orta hissəsi görünər. Okeydimi? Sual varmı? Bunun image forması da var uşaqlar. Yəni deyək ki, yaxşı, bunu biz hansısa bir divin backgroundu kimi deyil də, biz getdik image taginə verdik və image tagində bənzər görüntü aldıq. Şəkil ya kiçikdir ya da çox böyükdür. Hə, bu zamanda bunun eynisi object fitdən istifadə olunur. Yəni eyni işi görür uşaqlar, sadəcə biri background image üçündür, biri image üçündür, adi, tag olan image üçündür. Okey, shadowlara baxdınızmı? Box shadowlara. Box shadow'a baxanlar əlini qaldırsın. Boxun sözün shadowsuna bax. Eyni şeydir, eyni məntiqlə işləyir. Okey, gəlin box shadow'a baxın. Bir daha. Okey, box shadow generator olur. Və bu bizə, yəni bunlar imkan tanıyır ki, yəni artıq ürəyimiz istəyən kimi ayarlayaq. Hə, bunun səbəbi kod deyil uşaqlar, bunun səbəbi rahatçılıqdır. Yəni belə deyək də, biri var kodla yazıb gözəlliyinə baxasan, bir də var ki, buradan biləsən də ki, necə görünəcək. Bu formada. Sual varmı? Burada misal üçün eynisinin text shadowlu formasında görə bilərik. Bunu ilk öyrənəndə bayağı ləzzət eləmişdi, amma heç yerdə istifadə olunmur bu. Yəni, belə deyək, hansı saytda bunu görə bilməsi çətin, yəni. Çox az saytda var. Qəşəng görünmür, yox, yəni dizaynerlik cəhətdən yəni, yaxşı sayılır. Elə dedilər dizaynerlər mənə. Okey, yəni bu formada ürəyimiz istəyən kimi eləyə bilərsiniz. Bu uşaqlar kursorlardır, işte necə görünsün. Okey, və s. Və ikinci uşaqlar border radius neyinirdi? Asa. Border radiusun başqa özəllikləri də var. Border radius generator deyirik və gedib baxırıq görək nə iş görür. Border radius generatorla uşaqlar bu formada belə qəşəng dairələr ala bilərik. Niyə belə çirkin oldu? Tam kodu vermişəm. Eynən. Okey. Flex Grow'a görə biraz bu formada al. Okey. Deyə bilərsiniz ki, çox çirkindir axı. Tamamilə arxısız. Bunu necə istifadə edirlər? Arxada bu formasını dəyişə-dəyişə keçid eləyir belə yuxarı aşağı. Yəni o formada saytlara animasiya verəndə daha çox istifadə edirlər. Misal üçün belə bir şey. Transition dəyərini də biraz çox verək. Misal üçün 7. 0,7 saniyə yəni. Buna saniyə də dəyər verə bilərdik uşaqlar. Saniyə S ilə, millisaniyə MS ilə yazılır. Saytımızı tapsaq, hə. Üzərinə gəlirik. Bu formada özünü dəyişir. Okey. Narahat olmayın, indi misal üçün mənlə eyni şeyliyi, prosta bunda qəşəng görünür, çünki gradient verib. Hə, yeri gəlmiş uşaqlar, gradient nədir? Hə. Şəkil yox. Okey. Gedirik uşaqlar, liner gradient nədir baxaq. Bu da çox çirkin bir şeydir. Əgər özümüz yazsaq. Bu formada uşaqlar liner gradientlə deyə bilərik ki, hansı rəngdə və necə olsun və ya daha çox da faizlə istifadə olunur belə.
Keçidləri eləmək üçündür. Liner gradientlə yanaşı radial gradient, konik gradient falan da var. Yəni ortadan, sağdan, soldan yox, ortadan qradiyentlər bu formada. Deyə bilərsiniz ki, bu nədir? Çox çirkindir. Normalda haqlısınız, amma indi buna baxın. Məsəl üçün, buradan bəyəndiyimiz şəkil formatını götürürük. Body'yə ya da section'ın arxasına veririk. Məsəl üçün, artıq bayağı, belə deyək, sayt qəşəng görünür. Buradan da bayağı çox şeyi görə bilərsiniz. Okeydirmi? Instagram'ın logosu da görünür. Yəni, fikir verməmişəm, ola bilər. Okey, bu formada yəni verə bilərik ki, belə yüngül tonda qədərində seçilmiş bayağı sayta. Xeyr, yox, olunur, bayağı olunur. Yəni, saytlarda bayağı olunur. Çünki yüngül olunur. Belə deyək, bunu birbaşa sən bir rəngi versən, gözə sıxıcı gəlir. Amma bax, burada misal üçün 3 dənə rəngdən istifadə olunub. Yəni, heç də seçilmir ilk baxışda. Amma gözə bir xoş gəlimliyi var. Yəni, bu formada gedirik, kodu götürürük. Misal üçün, gedib bunu body'yə veririk. Və bizim bayaqki saytımız belə görünür. Necə? Tərsini deyil orada. Bizim tərsinə. Rənglər tərsinə. Okey, onu dəyişdirə bilərik. Yəni, artıq istiqamətini götürüb buradan yerlərini dəyişərək dəyişə bilərik. Bu formada. Çox qəribə, necə bu əkisinə verdi? Neysə, işte, o hissəni dəyişə bilərik biz. Hətta rotate edib də deyək buradan. İstiqamətini dəyişə bilərik. Bundan əlavə qradiyentlər əlavə eləyə bilərik. Rəngi götürüb dəyişə bilərik və s. Bəziləri sıfırdan, yəni bu tək mən göstərdiyim sayt deyil də, onlarla belə qradiyent eləyən sayt var ki, biz də eləyə bilərik. Bunun kodunu yazmaq çox asandır. İşte, JavaScript keçəndən sonra görəcəksiniz. Yəni, bu saytı siz çox rahat yaza bilərsiniz. Okey. Sual varmı? Əla. Onu da burada bitirirəm. Başqa hələ ki ağlıma gələn bir özəlliyi yoxdur. Amma bunların hamısını bitirməyə çalışım. Oxuyum.